insanın çata biləcəyi ən böyük rütbə şəhadət rütbəsidir. Bilirsiniz, insan yaşamağı sevir, həyatı sevir. Bu, heç kəsə sir deyil. İnsan həyatı çox sevir. Və şəhid neynir? Şəhid həyatı qazanır. Həyatı qazanır. La təhsəbənnəl-ləzīnə qutilu fi səbilillahi əmvatan, bəl əhyəun ində rabbihim yurzəqun. Allah yolunda öldürülənləri ölü sanma. Onlar diridir. Deyə bilərsiniz ki, bütün ölülər diridir də. Niyə şəhidlər ayrıca diri adlandırılır? Bir adam ölübsə o deməkdir, öldü, əbədidir də, ruh hamı da əbədidir. Şəhidlərin diriliyinin növü başqadır. Şəhidlər diriliyin başqa növünə çatırlar. Yəni şəhidlər təkcə axirət aləmində mövcud olmurlar. Şəhid olduqdan sonra həm bərzəxdə mövcuddur, həm dünyada əlaqəsi kəsilmir. Və buradakı hadisələrə təsir göstərə bilir. Şəhidin dünyadakı gedən hadisələrə, proseslərə təsiri öldükdən sonra da azalmır. Şəhid dünya ilə əlaqəsini itirmir. Şəhid öldüsə ruhu o aləmə köçüb burayla bitirmir. Burayla əlaqəsi qalır. Şəhid hər iki aləmdədir eyni zamanda. Şəhidlik bizim təsəvvür etmədiyimiz böyük bir rütbədir. Şəhidin məqamını inşallah qiyamətdə biz görəcəyik. Şəhid nə boyda ali məqamlı insandır. Şəhidlər məhşərə gələndə görün nə qədər əzəmətlidirlər ki, xüsusi deyil, kəramət tacı ilə gələrlər. Yəni onların alnında görürsən, onların izzətli olduğu. Onlara təzim əlaməti olaraq hədislərdə var, peyğəmbərlər məhşərdə ayağa qalxar. Görün şəhid kimdir? Peyğəmbəri ayağa qaldırır qarşısında. Peyğəmbər ona sayğı göstərir. Peyğəmbərlər hamısı şəhid gələndə ona ehtiram əlaməti olaraq ayağa durarlar. Çünki peyğəmbərlər düzdür, Allahın elçiləridir, onların ayrıca məqamı var, o heç öz yerində, amma peyğəmbərlər özlərini şəhidlərə borclu hesab edərlər. Şəhid qanı hesabına insanlıq qalıb. Peyğəmbərin də məqsədi insani dəyərləri yaşatmaqdır. Peyğəmbərlə şəhidin ortaq cəhətləri var. Ona görə deyirlər, neçə dəstə qiyamətdə şəfaət eləyəcək. Peyğəmbərlər, filan insanlar və şəhidlər. Şəhidlə Peyğəmbərin oxşarlığı nədir? Hər ikisi insanlıq üçün çalışır. Siracən munira, Peyğəmbər üçün buyurur. Biz səni işıq saçan bir çıraq qərar verdik. Peyğəmbər çıraqdır. Çıraq nə deməkdir? Yəni, özü əriyir, yanır, yanması ilə başqalarının yolunu işıqlandırır. Çıraq budur. Şəhid də belə. Şəhidlə Peyğəmbərləri nə birləşdirir? Haqqa, Allaha və insanlara olan sonsuz məhəbbət. Şəhidin ürəyinin hər döyüntüsü eşqlə vurur. Şəhid insanlıq aşiqidir. Xalqın aşiqidir, bəşəriyyətin aşiqidir. Şəhid o qədər insanları sevir ki, bilmir neynəsin insanlıq yolunda. Hər şeyi eləyir, hər vasitə ilə insanlara xidmət eləyir, axırda canını da verir ki, bəlkə biraz canı rahatlansın. Sevginin şiddətinə baxın ki, bədəninə ox dəydikcə onun nuşu canlıqla qəbul edir. Çünki sevir insanları. Sevginin şiddətindən şəhadətə sövq olunur. Şəhidliyin qaynağında zorakılıq dayanmır. Bəzi cərəyanlar var, indi gedir cəmaatın başını kəsir, öləndə də deyir, mən şəhid oldum. Şəhidlik zorakılıqdan qaynaqlanmır. Şəhid aşiqdir, aşiq olmayan şəhid ola bilməz. Şəhid insanlığa sevgi ilə yaşayan insandır. Şəhid malını xərcləyir, canını xərcləyir, elmini xərcləyir, vaxtını qoyur. Bütün gün insanlara xidmət haqqında düşünür. Düşünür, bu məhəbbət artır, bir kulminasiya nöqtəyə gəlib çatır ki, kulminasiya nöqtəsinə, eşq bu həddə çatır ki, canını verir, dincəlir. Sonra nə baş verir? Sonra bu ayəni mən çox sizə demişəm. İndi ki, cənnətə daxil olub rahat olmalıdır da bu. Da cənnət verilib ona. Cənnətdə də əl çəkmir öz məntiqindən. Cənnətə də ayaq qoyan kimi qilə duxulil cənnə qalə ya leytə qavmi ya'ləmun. Cənnətə daxil ol deyildi. Daş vurdular, öldürdülər şəhidi. Həbib Nəccarı. Daşqalaq eləyib öldürdülər. İndi bir anın içində şəhid oldu. Cənnətə daxil olanda görün şəhid nə qədər insanlıq sevən bir adamdır. İnsan sevərdi. Deyir ki, birinci fikri arxada qalanlar. Kaş məni daşlayanlar qalə ya leytə qavmi ya'ləmun.
bimə ğəfərə li Rabbi və cəaləni minəl mukremin. Kaş buradakı neymətləri, bu bağışlanmanı, bu kəraməti onlar görərdilər. Görsəydilər elə davranmazdılar. Şəhid cənnəti də başqası ilə paylaşmaq istəyir. Şəhid cənnətə də gedəndə başqalarını düşür ki, kaş başqaları da bura gələrdilər. Şəhidin dəyəri bundadır ki, şəhid insan sevərdi, xalqını, millətini sevir, xalqının azadlığını, hürriyyətini sevir. Şəhid razıdır, hər şeyindən keçsin. Ona görə şəhiddən soruşmurlar. Peyğəmbər buyurub da o sualların cavabını verdi. Onun qanının bir qətrəsi, damcısı yerə düşən kimi şəhid bağışlandı. Şəhiddən sonra o suala ehtiyac yoxdur. Şəhiddən nəyisə soruşmağa ehtiyac yoxdur. İmam Sadiq əleyhissalam buyurur ki, soruşmaq yox, onun heç əməlinin heç birini ona göstərməzlər pis əməlini. Ki, bir dəqiqə narahat olmasın. Ola bilər də birini bağışlasınlar, amma əməlini də görsün. Xəzalət çəksin, geçsin cənnətə. Desin, gördün, sən belə elədin, amma biz belə. Amma buna bu imkanını da vermirlər. Şəhid ildırım surəti ilə keçir cənnətə. Tək özü keçmir, öz sevdiklərinə şəfaət verir. Sevdiklərini özü ilə aparır. Çünki həyatda onları düşünür daxı. Və eyni zamanda şəhid ən ağıllı adamdır. Biz hərdən şəhidləri sırf mənəviyyatlı adam adlandırırıq. Şəhidlər hamımızdan ağıllıdır. Şəhadət ayəsi var Quranda. Buyurur ki, xeyrun mimma yecməun. Yəni ki, sizin topladığınız bu mal var, başınızı qatmışsınız, alış-veriş, elə bilirsiniz, yaşayırsınız. Bunların hamısından xeyirlisi odur. O əbədiyyət qazanıb, o qısa həyatı, bir gün hamımız öləcək də, burada oturanlardan kimsə iddialıdır ki, həmişə qalacaq, yox, hamımız öləcək. Ya qızdırmayla, ya hansısa bir şişlə, bir xəstəliklə, bir ürəyin deyən, axı bu ürək dayanacaq. Ya bir qəzada maşın vuracaq bizi, ya biz hər hansı bir şəkildə, sözün qısası. Bu ölüm ki var, kullu nəfsin zaiqətül mevt. Ağıllı adam neyinir? Ağıllı adam deyir ki, bunu verim, dəyərli bir şey qazanım, əbədiyyət qazanım. Peyğəmbərlərin yanında oturum, İmam Hüseynin yanında oturum və xalqıma fayda verim. Ona görə şəhidlər təkcə mənəviyyatlı deyil, şəhidlər həm də ağıllıdır. Hesablayıblar, görüblər ki, fəzilətin yolu hardadır. Şəhid olmaqla elə bilməyin ki, biz onlardan zirəngiyik, onlar amma mənəviyyatlıdır. Onlar hamıdan zirəkdir, ağıllıdır, hamıdan iti düşüncəlidir, hamıdan daha hər baxımdan ağıl cəhətdən də üstündürlər. Çünki onlar seçiblər, düzgün seçim eləyiblər. Bu bədən qurtlara yem olacaqsa, qoy bu bədəni verim. Allah buyurur, İnnəllaha iştəra minəl mu'mininə ənfusəhum və əmvaləhum bəənnə ləhumul cənnə. Allah möminlərdən mallarını və canlarını cənnət qiymətinə alar. Canı alar cənnət və ən az aşağı qiyməti cənnətdir. Ən aşağı. Şəhadət çox böyük bir məqamdır. Şəhidin məqamına biz qibtə eləyəcəyik qiyamət günündə. Ona görə böyüklərin arzusudur bu. Əleyhissalam bütün ömrü boyuna arzulayırdı. Uşaq kimi bu mövzuda belə deyək, o saf, məsum bir körpə kimi, uşaq kimi davranırdı. Hey soruşdu, ya Resulallah, şəhadət mənə qismət olacaq. Peyğəmbər ona xüsusi müjdə kimi verdi onu. Və o şəhadət xəbərini eşidəndə ki, sən şəhid olacaqsan, şükür səcdəsi elədi. Deyirdi, and olsun Allaha, qılıncla doğranmaq mənim üçün yataqda dünyasını dəyişməkdən daha şirindir, çox şirindir. Deyirdi, mənim şəhadətə olan şövqüm uşağın ana südünə olan şövqü kimidir. Uşaq görmüsünüz, necə axtarır ki, südü qəbul eləsin anadan. Yəni, mən ancaq və ancaq bunu istəyirəm, bunu arzulayıram. Ona görə də cəmiyyət şəhidlərə gərək sayğı ilə yanaşsın. Xalq şəhidlərini başının üstünə qaldırsın. Şəhidlərin adını, şəklini, qəbrini, məzarını, şəhidlə bağlı hər şey dəyərlidir, qiymətlidir. Və mən bunu neçə dəfə sizə demişəm, mən məktəbliydim, o dəfində iştirak edirdim. Şəhidlərin dəfnində. Gənc idim, məktəbli idim. Mən ilk dəfə eşitdim orada şəhid sözünü. Şəhid sözünü ilk dəfə ömrümdə 20 yanvar şəhidlərinin dəfnində eşitdim. Mən bilmirdim şəhid nədir. Deyirlər, şəhid cənazələrinə yol verin. Mən onda dedim ki, şəhid görəsən nəyə deyilir. Sonra bildim ki, çox adam eşitməyibmiş. Çünki şəhid sözü Sovet dövründə işlənmirdi. Bizə deyirlər, həlak oldu filan. İndi də bəziləri deyir. Bir adam döyüşdə,
Məsələn, Qarabağda öldürülür, həlak oldu. Həlak olmaq yaxşı söz deyil, şəhadət zirvəsinə ucaldı. Şəhid sözünü biz onda eşitdik, mən şəxsən özüm. Düzdür, bəzi ağsaqqallar, yaşlı insanlar ola bilər ki, tanış idilər o sözlə. Yəni, şəhidlik yenidən dirçəldi. Mən hətta insanların şəxsən özüm şahid olduğum şey deyirəm. Qeyri-ixtiyari olaraq İmam Hüseynə sinə vurmasının şahid oldum dəfn mərasimində. Sinə vurub birdən-birə ya Hüseyn qeyri-ixtiyari olaraq, onu heç kəs o vaxtı təşkil eləməmişdi. Yəni, şəhidlik məfhumu ilə Kərbəla canlandı, Kərbəla şəhidlərinin haqqında danışıldı. Qəribə bir hal idi və o şəhadət doğrudan da Azərbaycanın istiqlala qovuşmasına səbəb olan əsas amillərdən biridir. Amma Azərbaycan xalqı dayandı və öz azadlıq eşqini öz qanı ilə sübut elədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bizi şəhidlərimizin yanında xəcalətli eləməsin qiyamət günündə. Allah bizim şəhidlərimizi Kərbəla şəhidlərindən, onları da İmam Hüseyn ağadan ayrı salmasın inşallah. Allah bütün arzusunda olanlara şəhadətlə bitən ömür nəsib eləsin inşallah.